Tesadüfen biz onunla eyni mecliste görüştük. Bir masa arkasında Allah'ım yan yana düştük. Söğüt kimi titredik, yarpaq kimi üşüdük. Baxışları bağrım kesti, dilim lal oldu, kiridi. Uşaq vaxtı sevdiyim o məktəbli qız idi. Gözəlliyi yarışardı göydə günəşlə, ayla. Gözlər eyni gözlər, baxışlar özgə, Leyla. Hər yerdə adımızı qoşa bərabər yazardım. Partamıza, divarlara, çınar ağacına cızardım. Yanında birini görsem hirslənərdim, qızardım. İndi bir yanında yoldaşı, bir yanında isə oğlu. Bəli, müqəssir mənəm, deyildir yalan, doğru. O instituta girdi, mən isə əskər getdim. Unutmağa çalışdım, hər şeyi alt üst etdim. Anam söylədi, olmaz qız zəngin, sən fəhlə baba. Belə qurulan yuva olacaqdır xaraba. Əskiləcəksən oğlum, qız, savadlı sən cahil. O coşan mavi dəniz, sən isə qumlu sahil. Yeməyəcəkdir şorba, səndən aş istəyəcək. Var dövlət maşın, qızıl, daş, qaş istəyəcək. Ah vəzirə, dağ yamaca boyun əyəcək. Ah onda ay bala, eşq, məhəbbət bitəcək. Böyük sözü dinlə, ağlını başına topla. Leylanın məktublarını oxumadan cır tulla. Əskər gedirdim, məni yola salmağa gəldi. Ateşdə sanki yandım, qəlbimin sırsıraları əridi. Ayrılan ürək deyildi, vidalaşan sadəcə salladığı əl idi. Evdə ağlamışdı, mavi gözlər dəniz olmuşdu. İndi Leyla mənə hamıdan doğma əziz olmuşdu. İsti corab toxumuşam, içində yeni ünvanımız. Məktublarıma cavab yaz, qoy yanmasın canımız. Buradan köçəcəyik, yeni mənzil almışıq. Səni gözləyəcəyim, yetərincə yanmışıq. Ürəyilə çırpınırdı sanki yaralı göyərçin. Şirin yuxularımız keşke çıxsaydı, Çin. Baxışlar sual dolu, ağladıq için. Vaxt zaman keçirdi, kişilik məktəbi keçirdi. Amma yarın məktublarını zərfin içində eşirdim. Cırıb atırdım sobaya, qulağımda anamın səsini eşidirdim. Olmaz oğlum, olmaz. Leyla saraylara yaraşır. Ali təhsilli qızdır, arzuları aşıb daşır. Ay yazıq, əskər balam. Ümid kasıbın çörəyi canından betər sevir. Qorxuram, yanacaqdır ürəyi. Baxdım güzgüdə özümə, gıdıcırıq çəkməmə. O vay soyunayırdı, mən isə tərəkəmə. Bəlkə anam haqlıdır. Düşündüm dərin. Mən deyilmişəm Leylam, sənin talihin qədərin. Əskər sahil bir məktubları yandırırdı. Məktub gözləyən qızın qəlbini sındırırdı. Corabı isə zalım əskər yoldaşına vermişdi. O da ananın əllərinə sağlıq deyib ayağına geyinmişdi. Bir yarın toxuduğu corab başqa birisinin yarının ayağına isidirdi. Amma Leyla sahilin kirli yaylığı ilə göz yaşlarını silirdi. Mən müəllif belə. Yandım qəhrəmanımın halına, indi uçub gedəcəm yaralı Leylanın yanına. Leylanın gözləri ağlamaqdan kör olmuş. Hər kəsdən küsmüş, bu həyatdan qopmuş. Qardaşı oğulları düyünə, məclisə götürmüş onu. Hüzünlə bitir yenə o hekayənin sonu. Əsasını tanıb, tanın altında tutub. O hər şeyi hiss edir, yalnız gözləri tutulub. Sahil isə elə zənn etdi, unutduğu qız evlənibdir. Yoldaşı oğlu ilə bu toyda əylənibdir. Evlənənsə müqəssir özüdür. Nəsi ilə bərabər məktub gözləyən qızın həyatı isə dərbədər.